Yəni özünüzü o qədər çaşdırmayın. Əslində çox bəsit bir həlli var. Çox bəsit formada deyəcəm. Yəni Sabirin dediyi 300 manat doğrudur. 300 manat qazancı var. Bunu belə 800-ə alır, 900-ə satır, 100 manat orada var, sonra üstünə 100 manat daha qoyur, 1000 manata alır, 1200-ə satır. Neçədə 400 manat arada fərq var, amma 100 manat təzədən üstünə qoymuşdu axı 900 manata alanda. Amma bir də belə düşünün bunu. Mən burada belə bir şey çəkim. Nəticədə sadəcə telefon alır və telefon satır. Çox bəsit düşünək. Neçə dənə telefon alıb? Bir dənə. Amma neçə dəfə alıb? 2 dəfə. Elə təsəvvür edin ki, 2 dənə ayrı-ayrı telefon alır. Birinci telefona verir 800 manat. İkinci telefona nə qədər pul verir? 1000 manat verir. Birincini satıb neçəyə? 900 manata satıb. İkincini neçəyə satıb? 1200 manata satıb. Nə qədər xərci çıxıb bunun? 1800 manat. Satışdan nə qazanıb? 2100 manat. Qazancı nə qədərdir? 2100-dən çıxırıq 1800-ü 300 manat. Çox bəsit yolla getmək varkən özünüzü çaşdırırsınız. Yox 400 manat, yox 300 manat.